Salam, hər vaxtınız xeyir. Bugün biz passive voice-a baxacağıq, yəni məchul növ. Birincisi Azərbaycan dilinə baxaq. Azərbaycan dilində feilin növləri var, yəni məlum növ, məchul növ, qayıdış növ, qarşılıq, birgəlik növ, icbar növ, şəxsiz növ. İngilislərdə də var bu. Onlarda da active voice, yəni məlum növ və passive voice, məchul növ var. Active voice bildiyimiz, yəni şəxsi cümlələrdir. I go to school, I eat breakfast every morning. Məsələn, bu tipdə cümlələrdə görürük ki, şəxs müəyyəndir. Bu məlum növdür. Bir də var ki, şəxsimiz müəyyən olmur. Bu məchul növdür. Və məchul növün düsturu budur. To be-dən istifadə edirik. Əlavə olaraq participle to, yəni feilin üçüncü formasından istifadə edirik. Yəni to be-nin formasını yazırıq, sonra participle to-dan istifadə edirik. Qaydamız çox rahatdır, yəni çətin bir qayda yoxdur. Başlayaq nəqli cümlələri, yəni ki, adi cümlələrin passiv voice-a çevrilməsi. Biz bu qaydaları bilməliyik. Birinci, tamamlığı tapırıq. Əsas qayda budur, tamamlığı tapmaq. Əgər cümlədə tamamlıq yoxdursa, onu passiv voice-a çevirmək qeyri-mümkündür. Tamamlıq da harda olur? Feildən sonra, yəni xəbərdən sonra olur. Tamamlıq orada olur. Onu keçirik cümlənin əvvəlinə. Sonra baxırıq feilin zamanına. Zamanına uyğun to be-nin formasını yazırıq. Ondan sonra to be-dən sonra yəni həmin feilin yəni ki participle to və ya da ki feilin üçüncü formasını yazırıq. Səhifə 122-də bu haqqda məlumat var. Orada açıb baxa bilərsiniz. Nəqli Nəcəfin kitabında. Oradan baxa bilərsiniz. Və ya da ki qaydalı feillərin sonuna ed əlavə olunur. Belə deyək. Bir də ki məchul növdə, yəni ki biz məlum növdə məchul növə çeviririk. Dedik axı mübtədanı burada istifadə etmirik. Tamamlığı keçirik cümlə əvvəlinə. Əgər biz mübtədanı yenidən istifadə etmək istəyiriksə, o zaman by sözünüzündən istifadə edirik. Əgər by sözünüzü verilmədən mübtəda cümlənin içərisində işlədilsə, bu passive voice ola bilməz. Və bu diqqətli, bu qaydalara baxarsınız. Və burada bir qayda var. Bu qaydaya baxaq. Yazıb ki, David opened the door. David qapını açdı. Biz indi bu cümləni passive voice-a çevirmək istəyirik. Demək istəyirik ki, qapı açıldı. Bu formada demək istəyirik. O zaman nə edirik? Birinci, biz bayaqlar nə demişdik? Demişdik ki, tamamlığı keçiririk cümlə əvvəlinə. Və tamamlıq harda idi? Feildən sonra. Opened sözü burada feildir, xəbərdir. Feildən sonra the door-dur. The door sözünü keçiririk əvvələ. Tamamlığı keçirdik əvvələ. Yazdıq. Birinci bunu. Sonra dedik ki, to be-nin formasından istifadə edirik. Baxın, zamana baxırıq. İndiki zamandırsa to be-nin indiki zaman forması. Keçmiş zamandırsa to be-nin keçmiş zaman forması. Gələcək zamandırsa to be-nin gələcək zaman forması. Yəni be ilə işlənir gələcək zamanda will be. Əgər davam edici zamanlardırsa indiki və keçmiş olaraq bölünürlər. O zaman being sözündən istifadə olunur. Əgər bitmiş zamandırsa, o zaman been-dən istifadə olunur. Been, have been, has been, had been. Əgər modal feillərlə verilibsə, modal verbs'dən, o zaman be-dən istifadə olunur. Məsələn, can be, must be formada istifadə olunur. İndi baxacağıq o hissəyə. Biz dedik ki, the door keçirdik əvvələ. Sonra to be-nin formasına baxırıq. Opened keçmiş zamandadır da id şəkilsi var. Yazırıq burada keçmiş zaman olan was. Çünki the door təkdədir. Cəmdə olsaydı were yazacaqdıq. Yazdıq was, ardınca opened. Qaydalıdır id ilə bunun keçmiş zaman formasını, yəni feilin üçüncü zaman forması yarada bilirik. Üzr istəyirəm, keçmiş zaman forması yox. Feilin üçüncü zaman forması. Üçüncü forması, zaman forması yox. Yəni çaşdım. Və burada cümləmizi bitirə bilərik. The door was opened, yəni qapı açıldı. İndi əgər biz mübtədanı bura əlavə etmək istəyiriksə, David sözü mübtədadır. Bunu əlavə etmək istəyiriksə, by ilə yazmalıyıq. Deyə bilərik ki, the door was opened by David. Qapı David tərəfindən açıldı. Biz deyə bilərik ki, burada bəs David axı müəyyəndir, biz Davidi bilirik. Amma ingilislərdə by ilə işləniləndə bu məchul növdə olur, məlum növdə olmur. Bu da həmin qaydadır. Burada sadəcə qaydasız feil verilib. David kitabları götürüldü, bir də var ki, kitablar götürüldü bu mənada. Yenə də the books keçir əvvələ.
görürük ki, burada books cəmdədir. Cəmdədirsə, biz booksdan sonra were yazırıq. Were yazırıq. Took sözü keçmiş zamandadır və bunun üçüncü forması taken olur və by David sözündəki David sözünü, yəni istəsəz yazırsınız, istəsəz yazmırsınız. Bu özünüzdən asılı olan bir haldır. Bu da əsas qaydamız budur. Baxın, testlərdə daha çox biz bunu tətbiq edəcəyik. Bu qaydaları yaddan çıxarmamaq lazımdır. Deməli, başlayaq birinci. Present simple. İndiki sadə zaman. İndiki sadə zamanda to be'nin iki sadə zaman formalarından istifadə edirik. Is, are, articədəki participle to. Deməli, baxırıq. We use computers at the lesson. Deyir ki, biz dərsdə kompüterləri istifadə edirik. Görürük, indiki zamandadır. Use sözü. Altına xətt çəkilir. Bu indiki zamandırsa biz də to be'nin indiki zaman formasına istifadə edəcəyik. Birinci nə edirik? Computer sözünü keçiririk cümlənin əvvəlinə. Biz də deyək, feildən sonra olan söz, yəni tamamlığı keçiririk cümlənin əvvəlinə. Computers keçirdik. Ardıca sözümüz təkdədir ya cəmdədir, ona baxırıq. Çünki xəbər onunla uzlaşmalıdır. Görürük ki, computers cəmdədir. Yazırıq are. Sonra participle to-ya use sözünü, use feilini çevirəndə yazırıq used. At the lesson. Cümləmiz bu qədərdir. Yəni, dərsdə kompüterlər istifadə edildi ya da kompüterlərdən dərsdə istifadə edildi. Oldu məşğullar. Kim tərəfindən istifadə edildi, məlum deyil. Digər qaydada da həmçinin eynidir. Yəni, bizim tamamlığımız təkdirsə, tək forma yazılacaq, cəmdirsə, cəm forma yazılacaq. Sonra var past simple, keçmiş zaman forması. Burada was word-dən istifadə olunur. Bayaqları baxdığımız nümunələr var. Bu da eyni qaydadır. Yenə də tamamlıq keçir cümlə əvvəlinə. Əgər zaman keçmiş zamandadırsa, was ya da were yazırıq. İndi oradakı baxırıq, tamamlığımız təkdirsə was, cəmdirsə were yazırıq. Gələcək zamandakı rahatlıq will be, shall be-dən istifadə olunur. Amma bir şey deyim ki, shall be daha sıradan çıxır, shall be o qədər istifadə olunmur, daha çox will be istifadə olunur. Baxırıq cümləmiz əgər gələcək zamandadırsa, yəni shall, will görürüksə, biz bunu passiv voice çevirəndə yenə tamamlığı keçiririk əvvələ, keçirdikmi? Yazırıq will be, be sözünü yazırıq, əsas budur, be hissəcini yazırıq. Yenə taken from by their library. Present perfect, yəni bitmiş zaman, ilki bitmiş zaman. Have been, has been. Have been, has been görürüksə, daha doğrusu have been, has been neydi? Üzr istəyirəm. Have, has görürüksə cümləmizdə. Baxın, have to, has to, had to yox. Have to, has to, had to görsəz, bilin ki, bunlar modal feillərdir. Modal feillərin bura bir adiyyəti yoxdur. Biz modal feillərə baxmırıq. Biz present perfect-ə baxırıq. Present perfect isə, yəni ki, bitmiş zamandırsa, biz nə edirik? Have-dən sonra been əlavə edirik. Has-dən sonra been əlavə edirik. Have-lə has-in fərqi nədir? Yenə uzlaşma fərqidir. Have cəm xəbərlərlə uzlaşır. Has isə tək, daha doğrusu, have cəm xəbərdir. Has tək xəbərdir. Yəni, cəmlə cəm uzlaşır, təklə tək uzlaşır. Məsələn, computer sözü cəmdədir, yazırıq have. Burada indi book sözü cəmdədir. Sizə book olsaydı, burada has been yazacaqdıq. Sonra keçmiş bitmiş zaman da eyni qaydadır. Past perfect eyni formadadır. Present continuous. Present continuous bu da eyni qayda ilədir, amma burada bir fərqi var. Biz dedik ki, to be'nin formasından istifadə edirik, amma davam edici zamanda özünüz də bilirsiniz ki, am, is, are, was, were. Yəni bunlardan istifadə olunur. To be'nin forması istifadə olunur. O zaman biz nələrdən istifadə edirik? Being-dən istifadə edirik. Being. Bayaqlar dedim. Yenə xəbərimiz tək xəbərdirsə, bizim mübtədamız da tək olmalıdır. Mübtədamız cəmdirsə, xəbərimiz də cəm olmalıdır. İndi baxırıq da burada computer sözü verilib. Ancaq computer sözü təkdə olsaydı, məsələn, are being yox, is being yazacaqdıq. Computer sözü təkdə olsaydı. Yox, computers yazılıb cəmdədirsə, are being yazılması normaldır. Ardıcı yenə participle to yazırıq. Və keçmiş davam edicidə də həmin qaydadır. Tək-təklə uzlaşır, cəm-cəmlə. Qaydası budur. Bunlar ümumi qaydalardır. Bir də buna baxırıq. A lot of və some all. Bunlardan sonra cəm isim cəm xəbəri gəlir, tək isim tək xəbər gəlir. Yəni cəm isim gəlsə cəm xəbər olur, tək isim gəlsə tək xəbər olur. Və burada modal feillərin məşğul növü baxın.
Modal fe'llər verilibsə, dedik ki, be gələcək özündən. Must-sa must be, may-sə may be, has to-sa has to be olacaq. Baxın, has to. Əgər to verilməsəydi orada, has opened yazılsaydı, bu bitmiş zaman olacaqdı. O zaman biz bunu çevrəndə yazırdıq ki, the door has been opened. Bu formada yazmalıyıq bu cümləni. Məsələn, bu cümləni bu formada yazmalıyıq. Amma has to verilibsə, to open. Bu zaman to'dan istifadə olunur. Bu modal fe'l. Modal fe'l isə biz the door has to be opened yazacağıq. Baxın, sadəcə bir fərqli olan nədir? To. Has, have, haddən sonra to görürüksə, be-lə düzəldirik. Əgər have, has, haddən sonra to görmürüksə, o zaman istifadə edirik been-dən. Buradakı sual cümlələrin çevrilməsi haqqında qaydadır. Əgər sual do, does ilə verilibsə, cavablarında am, is, are axtarmaq lazımdır. Did ilə verilibsə, was, were axtaracağıq. Çünki keçmiş zamanda olduğundan. Baxın, am, is, are, was, were. Qaydası budur. Məlum növün mübtədası, yəni köməkçi fe'ldən sonra gələn söz. Cavablarda by sözü olmadan işlənməz. Bu da ki, bayaqki qaydaya aiddir. Yəni ki, mübtəda by sözü ilə işlənməlidir. Məlum növün mübtədası bəzən dəyişilib obyekt halda ola bilər. Burada yenə by sözünçü yoxdursa, bu cavabda səhv olur. Sonra qayda 4-ə baxaq. Sual cümlələrində to be plus participle to iki hissəyə ayrılmalıdır. Köməkçi fe'llər mübtədanın əvvəlinə keçir. Yəni köməkçi fe'llər nələr idi? Am, is, are, was, were, shall, will, have, has, had, do, does, did bunlar. Bunlar keçir əvvələ. Sual cümlələrin xəbəri tək və ya cəm ola bilər. Bu da ki, to be plus participle to-nun ortasındakı sözdən asılı olur. İndi bunlar daha çox testə baxsaq, orada görəcəyik. Məchul növlərin seçilməsi. Məchul növün seçilməsindəki çox rahatdır. To be participle to axtarır. Bu qədər rahat. Baxın, bunu axtarır. Bitdi. Cümlədə there is, there are, there was, there were, is there, are there, was there, were there, yəni sual formaları və inkar formaları olarsa, bu passive voice deyil. Bunu yadda saxlayın. Cümlə sifət ilə bitməməlidir. Əgər sifət ilə bitsə, bilin ki, bu da passive voice deyil. Cümlə müstəqil formada yerik əvəzi ilə bitməlidir. Bitməməlidir. Yerik əvəzi ilə cümləmiz bitsə, o passive voice da olmaz. Bunlar da diqqətlərdir. Bunlara baxarsınız. Buradakı yenidən ümumi qayda burada yazılıb. Və testlər var. Yəni biz də testlərə keçək. Deməli, birinci başlayır passive voice. Yəni passive voice sizə o qədər rahat, çətin bir şey gəlməsin, çox rahatdır. Baxırıq məsələn birinci suala baxaq. Burada biz zamanı tapmalıyıq. Sadəcə baxın, nə edirik? Tamamlığı tapırıq, zamanı tapırıq, zamanı görə uzlaşdırıb yazırıq. Baxırıq all the rice. All the rice keçir cümlənin əvvəlinə. Baxırıq hamısı all the rice-la başlayır. Eat sözünə baxırıq. Zaman eatdir burada. Eat keçmiş zamandadır, qaydasız fe'ldir. Eaten olub. Baxın, eaten, hamısında eaten formasına çevrilib. Biz də dedik ki, keçmiş zamandırsa, keçmiş zamanda olan to be-ni formasını yazacağıq. Yəni nə? Was, were. Baxırıq, A çıxır, are var. C çıxır, is var. D çıxır, has var. Qaldı B və Y variantı. Burada rice sözü, o da rice sözü, sayılmır. Düzdür, sayılmır. Sayılmadığına görə təkdə olmalıdır. Xəbərimiz o zaman was olacaq. Y variantı. B variantı çıxır. Yəni yadda saxlayın. Sonunda S olan xəbərlər təkdə olur. Is, has, was, plays bu tipdə sözlər. Məsələn burada da yenə sol sözü keçmişdədir. Keçmişdədirsə biz was were axtaracağıq. Baxırıq o da B ilə C variantında var. B və C-də. Burada da ki meet sayılmır. Sayılmırsa yenə was yazacağıq. C variantı. Keçmiş zaman deyənə o formada yazılır. Əgər gördünüz belə məsələn zaman tapa bilmirsiniz, zaman göstərici sözlərdən istifadə edə bilərsiniz. Məsələn burada baxın, yesterday sözü var. Bundan tapa bilərsiniz ki, keçmiş zamanda işlənir və ya da ki last week.
Amma onu da güvənmək olmaz, çünki elə vaxt ola bilər ki, last week sözü işlənər, amma cümləmiz başqa zamanda olar. Burada başqa zaman tapa bilmirəm. Məsələn, 4-ə baxaq. 4-ə baxırıq, görürük ki, they sell heç bir şey əlavə olunmuyor, nə keçmiş zamandadır, nə gələcək zamanda. Yəni bu görürük ki, indiki zamandadır. İndiki zamandadırsa to be-nin indiki zaman formasını axtarırıq. Am, is, are. Baxır hansı variantda var am, is, are. Yalnız Y variantıdır. Doğru variant Y variantı. Dediyim kimi çətin bir şey yoxdur burada. Məsələn, 20-yə baxaq. 20-də nədir? 20-də bizdən yenə doğru variantı, doğru cavabı istəyir. Baxırıq, burada have var. Yadda saxlayın. Have, has, had görürüksə biz have, has, been bunları axtaracağıq. Yəni been olan variantı axtaracağıq. Yəni baxırıq burada been olan bir nə D variantıdır da. Özü has been. Baxın has been. Had been ola bilməz. Baxırıq ki, problem sözü sayılmır. Təkdədir. Təkdədirsə has been olacaq. Yəni have been falan ola bilməz. Doğru variant D variantı. Yəni have-ə görə biz bildik ki, bitmiş zamandır. Bitmiş zaman olduğu üçün been axtardıq. Məsələn, 15-ə də belə baxaq. 15-də görürük ki, used sözü var. Keçmiş zamanda. Keçmiş zamandadsa was were axtaracağıq. O da yalnız və yalnız hansı variantda var? Baxın, bir də C variantda var. 24-ə baxaq. 24-ə baxsaq görərik ki, burada have told var. Have varsa bu bitmiş zamandır. Bitmiş zamandırsa biz nə axtarırdıq? Have been, has been. Məsələn, Y variantını çıxırıq, haddir. Burada is var, çıxırıq. Burada had beendir, amma bizə baxın have. Have been ya da has been olmalıdır. Onunla uzlaşır. Had keçmiş zamandır. Ola bilməz. Burada da was da ola bilməz. 24-də A doğru variant. Biraz daha çətinlərinə doğru gedək. Məsələn, 33-ə baxırıq. 33-də clean the room every day. Görürük ki, həm every day sözündə, həm də burada clean s var da feilin sonunda. İndiki zaman olduğunu görürük. İndiki zamandırsa biz indiki zamanda olanı axtarmalıyıq. Yəni am, is, are. İndiki sadə zamandırsa am, is, are axtarırıq. Baxırıq hansı variantda var. C və Y variantda var. Amma burada is-dən sonra being var. Being bu yadda saxlayın. Davam edici zamandadır. Sadə zamanda heç vaxt being yaza bilmərik. Doğru variant C variantı. Burada fərqli sualları gedək baxaq. Məsələn, 37-də will var. Əgər will görürüksə biz be axtarmalıyıq. Will be. Baxın, they varsa they heç vaxt cümlə əvvəlində işlənilməz. D-ni çıxırıq, mübtəda cümlə əvvəlində gəlməz. Biz dedik ki, feildən sonrakı sözü, yəni tamamlığı keçirməliyik əvvələ. Bu sözü keçirdik əvvələ, keçirdikmi? Will, sonra be-ni axtarırıq. Will be hansı variantda var? Yalnız A variantında var. Digərlərinə baxın, were-dır, have-dir, are-dır, bunlar ola bilməz. Məsələn, 38-də də eyni qaydadır. Will-sa will-be axtarırıq. O da hansı variantda var? Yalnız B variantında. 39-da baxaq. 39-da play football bu indiki zamandadır. Görürsünüz, play et yazılmayıb. Keçmiş zamanda deyil, indiki zamandadır. İndiki zamanda olduğu üçün to be-nin indiki zaman forması baxırıq, o da bir də is var, C variantındadır. Will be gələcəkdir, was keçmişdir, has bitmiş zamanda, have də ki, yenə bitmiş zamanda doğru variant C variantı burada. Artıq suallar bir-birinə oxşamağa başlayacaq. Başqa tipdə suallar axtarıram burada məsələn. 49-da had var. Had varsa, had sold yazıblar. Had davam edici zaman, üzr istəyirəm, bitmiş zamandır. Bitmiş zamandırsa, dedik ki, had-lə had been uzlaşır. Baxırıq, had been hansı variantda var? Yalnız və yalnız D variantda var. Digərlərində had been mən görmürəm. Hər doğru variantda D variantı olacaq burada. Had been var burada.
Məsələn 53-də yenə will var. Will varsa dedik will be axtaracağıq. Will be hansı variantda var? A variantında. Doğru variant A variantıdır. Məsələn 49-a baxaq. 49 üzr istəyirəm 59-a. Görürük ki is driving. Davam edici var. To be'nin forması ilə verilir. Sonunda ing varsa ing davam edici zamandır. Davam edici zaman varsa biz being axtaracağıq. Being. İndiki zamanca indiki zamana uyğun. Yəni is isə is being ola bilər, are being ola bilər və ya da ki nə ola bilər? Baxaq. Is being olacaq da. Deməli was being ola bilməz. Is indiki zaman, was keçmiş zaman uzlaşmır. Has been ola bilməz. Bu bitmiş zaman. Bu heç əlaqəsi yoxdur. Qalsın C və D. Burada da has var. Has da yenə bitmiş zamandır. Bunu da çıxdıq. Qaldı C və D. Deməli biz dedik ki, mübtədanın özü ilə passive voice verilə bilməz. Burada she verilir. Sizcə düz olar? Olmaz. D-ni də çıxdıq. C variantı doğru variantdır. Sonra burada da yenə davam edici zamandır. Is isə am, is, are ilə davam edici zaman axtarmalıyıq. Burada məsələn are var. Bizə being lazımdır. Being hissəsi. Baxın are var. Burada have been var. Yəni being yoxdur. Burada da were var. A, B və D variantları çıxdı. Qaldı 2 dənə sual. C və Y. Bu çoxlarınızı çaşdıra bilər. Burada fikir verin. Bir dənə her sözü artıqdır. Her. Her'dəki she'nin, yəni indi qaydalara oxusaz orada görəcəksiniz. She'nin şey şəxs əvəzi idi. Bu adlı haldadır. Bunun obyekt halı var. Her'dür. Biz burada her'ü yaza bilmərik. Her'ü yazsaq da by sözünü yazmalıydıq. By. By her. Bu formada işlənməli idi. Painted by her. Biz dedik axı, mübtədanı cümlədə işlətmək istəyiriksə biz nə etməliyik? By sözünüsü ilə yazmalıyıq. Ona görə ya variantı olmur. By her yazılsaydı doğru idi. Doğru variant C variantı. Məsələn 67-yə baxaq. Görürük ki 67 keçmiş davam edici zamandır. Was verilib. Was verilibsə biz də ya was ya da were being axtaracağıq. Baxırıq. Birincidə were verilib, being yoxdur. İkincisində var. C variantında yoxdur. Buradakı she ilə birbaşa söz verilib, yəni cümlə verilib, she ilə birbaşa gələ bilməz. Cümləmiz zaten she ilə başlayır, variant da she ilə başlaya bilməz. Y variantda da həmin səhvdir. Doğru variant qaldı B variantı. Were being. Biz demək olar bütün zamanların formalarına baxdıq. Sadəcə nə qaldı? Bir dənə passive voice qaldı. Modal fe'llər qaldı. Baxın. Məsələn, must var. Biz modal fe'lləri keçmişdik. Modal fe'llər, yəni YouTube-da video izah var. Oradan girib baxmaq olar. Modal fe'llərdən sonra biz dedik nə olmalıdır? Be olmalıdır. Must-sa must be olacaq. Baxırıq hansı variantda var must be. Bir B variantında var, bir D variantında var. Digərlərində must be adlı bir şey yoxdur. Çıxdıq. İndi baxırıq. Cümləmiz you ilə başlayıb. D variantda you ilə başlayıb. Düzdür? Xeyr. Ola bilməz. Doğru variant B variantıdır. Dedik ki, eyni şəxslə passive voice başlaya bilməz. Mübtəda cümləmiz başlaya bilməz. Məsələn, burada 78-də should verilib. Should sözü modal feildir. Modal feil dedik ki, be istəyir özündən sonra. Baxırıq, should be hansı variantda var? Yalnız və yalnız Y variantında var. Y variantı doğru variantdır. Biz demək olar ki, bu qaydaya tam baxdıq. Burada təxmini bir 170 qədər test olacaq. Yəni, fərqli zaman forması yoxdur. Bütün zaman formalarına baxdıq. 86-da qaydasız feildir. Qaydasız feildir. Qaydasız feil olduğu üçün bu keçmiş zamandadır. Keçmiş sadə zamanda. Keçmiş sadə zamandadırsa biz to be'nin keçmiş sadə zaman formasına baxmalıyıq. Will gələcəkdir. A olmaz. Was, been işlənməz. Was, both bu qalsın. Is, both ola bilməz. Is indiki zamandadır. Burada was, both var. Deməli, nə fərq var? Görürük ki C ilə Y bir-birinə çox oxşur. Sadəcə bircə dənə fərq var. Birində them var. C-də isə yoxdur. Sizcə hansı variant düz ola bilər? Deməli, burada görürük ki C variantında them yoxdur. Them yoxdur. Bu cümlə düz ola bilər. Amma Y-də them var. Biz dedik ki, şəxs əvəzliyi verilibsə,
Biz cümləni passiv voice çevirəndə həmin şəxs əvəzini adlı xaldan obyekt hala çevirməliyik. Zayd isə them olacaq. Aid isə me olacaq. You hələ you qalır. With isə as olacaq. Məsələn, he-də him olur, she-də her olur, it hələ olduğu kimi qalır. Z-də çevrilir them olur. Deməli, biz them sözünü yazmaq istəyiriksə, dedik ki, mübtədanı biz passiv voice yazmaq istəyiriksə, by sözünün üstünə yazmalıyıq. By yoxdur burada. By görürsüz. By yoxdursa, Y variantı səhvdir. Yəni mübtədanı biz passiv voice işlətmək istəyiriksə, by-ı yazırıq. Doğru variant C variantı. Demək olar ki, bu hissə bitdi. Çətin bir şey yoxdur. Bunlara da özünüz baxa bilərsiniz. Bunlar uzun görsənə bilər. Cümlə uzun qoyublar, amma rahat cümlələrdir. Bu yayıqdan baxdığımız tapşırıqların incisidir. Burada maraqlı bir şəkli var bədəl. Bu da motivasiya olsun sizə. Burada da ki, sual cümlələrinin passiv voice-ə çevrilməsidir. Buna da bir neçəsinə baxsaq, bəsdir ki, onsuz da çox bir sual yoxdur burada. 40-a yaxın sual olmalı səhv eləmirəmsə. Deməli, baxırıq birinci sualımıza. Burada did verilib. Did verilibsə, bayaqlar dedik, keçmiş zamanda olacaq. Was were axtarırıq. Was were. A-nı çıxırıq, B-ni çıxırıq. Deməli, sonra nəyə baxmalıyıq? Was were-dən sonra bizim sözümüz gəlməlidir. Feil isə bu sözdən sonra gəlməliyik. Amma burada indi was-la dedik ki, hə, birbaşa to be-nin formasına feil yanaşı gələ bilməz. Yəni biz interaktiv, yəni sual cümləsini passiv voice çevirdiksə, to be-nin forması ilə modal feil, üzr istəyirəm, əsas feil yanaşı gələ bilməz. İndi qaldı D və Y. Görürük, ikisi də bir-birinə oxşur. Sadəcə birində xəbər təkdir, birində cəmdir. O da ki, bizim bu ortadakı sözümüzə baxır. Əgər bu sözümüz our message sözü təkdədirsə was olacaq, cəmdədirsə were olacaq. Baxırıq our message təkdədir də. Nə cəmliyi bildirən şəkilçi var, nə kökdən cəmləşib. Heç bir şey yoxdur. Was olacaq. Y variantı səhv olur ona görə. Bu ikinci sual tam düşməyib. 3-ə baxaq. Deməli 3-də. Həz görürük. Həz görürüksə bu bitmiş zamandır. Bitmiş zamandırsa bizə ya has been lazımdır ya da have been. Baxırıq. Hansında var has been, have been. Yalnız D variantında var. Digərlərində yoxdur. Baxın. Had been'dir. Had keçmiş zamandır. Olmaz. Burada da will'dir. Burada da were'dir. Olmaz. Digərində də are'dır. Bu da heç olmaz. Doğru variant D variantı. Have, bu da been. Burada yenə has'dir. Has olduğu üçün have been, has been olmalıydı. Amma burada əsas sözümüz have been-lə, yəni have been-in arasına girməlidir. Baxırıq. A variantında elə. Have, bu da been, bu da əsas sözümüz araya girib. Amma bu tərəfdə baxın haddir. Sizə had lazım deyil. Had keçmiş zamanda. Has isə ya have axtaracaq, ya has. Burada have verilib, been yoxdur. D-də də ki, have been yanaşı verilib. Yəni cümlə sırası düzgün deyil. Burada da have been yanaşı verilib. Olmaz. Doğru variant A variantı. Did verilibsə keçmiş zaman axtarırıq. Was were. Were my notes. 5-də olacaq. 5-də olacaq. Yəni to ilə başlaya bilər. To ilə sual cümləmiz başlaya bilər. Deməli baxırıq. Did. Did keçmiş zamandadır. Keçmiş zamanda to be-nin forması nə idi? Was were. Baxırıq was were hansında var. Burada were gətirib cümlənin ortasına çıxarılıb. Ola bilməz. Sual sözündən sonra yazılmalıdır o. Yəni bu WH sual sözlərindən sonra to be-nin forması yazılmalıdır. Burada da yazılıb amma are yazılıb. İndiki zamandır. B də yanlışdır. C ola bilərdi, amma gəl burada bin yazıblar. Bin hara? Bu sadə zaman hara? Bunu da çıxdıq. Bu ola bilər. Bunda da niyə səhvdir? Have verilib. Have been bitmiş zamandır. Bizə have been lazım deyil. Biz sadə zamana baxırıq. Keçmiş sadə zaman. Doğru variant D variantı.
Yəni digər suallar da artıq bir-birinə oxşuyur. Başqa tipdə suallar yoxdur burada. Hansına baxırıqsa, məsələn 22-yə baxaq. 22-ci sual diddir. Diddirsə əgər, baxın, diddirsə was were axtaracağıq. Is-də olmaz. Was ola bilər, has ola bilməz, C olmaz. Deməli, hə. Qaldı B, D və Y. Deməli, burada biz nəyə baxırıq? All the music being var. B variantı being var. Biz tamamilə zamanda sual verməmişik. Didlə sual vermişik. B olmaz. Burada da Y variantında been var. Biz dedik ki been, was been ola bilməz. Has been, have been, had been ola bilər. O da bitmiş zamanda. Biz sadə zamana baxırıqsa bu düz deyil. D variantı. Doğru variant D variantı. Yəni, daha suallar bir-birinə oxşuyur. İndi passive voice-ə çevrilməsi haqqında suallardır bunlarda. Passive voice-ə necə çevirə bilərik? Çox rahat. Biz dedik ki, passive voice-də to be forması istifadə olunur. To be forması hansılarda var? 1-də, bir də 2-də var da. C variantı. To be formasını axtar. Deyək, düzgün passive voice olan cümləni axtardıq. Baxın, birinci biz nə axtardıq? To be formasıdır. Baxın görün, hansı variantda to be forması var? Yalnız, yəni to be forması am, is, are, was, were, sonra will be, have been, has been, had bunlara baxırıq. Bir də modal feillər var. Bitdi. Baxırıq burada hansında var? Yalnız C variantında var da. Ne deyək? Birinci cümləmizdə yoxdur. Heç biri yoxdur. İkinci cümləmizdə bayaq sadalığından heç biri yoxdur. Burada var. Amma burada D variantda were been verdik. Were-lə bin işlənməz deyəndə çıxdıq. Y-də də heç bir şey yoxdur. Doğru variant C variantı. Baxın, hamısı bu tipdədir, yəni. 3-ə baxaq. Hə. Deməli, bu maraqlı sualdır. Nə var burada? Next bin. Deməli, burada görürük ki, hamısında bin var və apostrof S var. Buradakı apostrof S həzin, həz var. Onun salınmış forması. Yəni, indiki bitmiş zaman. İndiki bitmiş zaman olduğu üçün biz demişdik ki, bizim sözümüz verilir. Yəni, have beendir, has beendir, had beendir və ya da ki, digər bayaq sadaldığım feillər olsun. Onlardan sonra gələn söz feil olmalıdır. Away burada feil deyil. Yalnız B variantında feil gəlib. Digərlərində yenə feil deyil. Yəni söz önü gələ bilməz. Yəni başqa nitq hissəsi heç vaxt gələ bilməz. İsim, sifət, saizlər gələ bilməz. Yalnız feil gəlməlidir. O da B variantında var. Qaydası budur. Çox çətin bir şey deyil. Rahatdır. Hamısı da eyni şey soruşur. Bunlara yenə baxarsınız. 35-ə baxaq. 35-də passive voice-da olan cümləni istəyir bizdən. Has been ola bilər. Amma biz dedik ki, yox. Hə, has been ola bilər. Deməli, bu sual cümləsidir bu. 35-də 1 ola bilər. Fred has never been abroad. Never sözü burada işlənib düzdür. Amma abroad sözü feildir axı. 2-ni çıxdıq. Dedik axı, bunlardan sonra feil gəlməlidir. 3-də news that we heard was great. Great burada yenə başqa nitq hissəsidir. Düzgə işlənməyib. 4 was hidden. Ola bilər, feil. Yadda saxlayın da, yəni to be-nin forması da have, has, had-sə bunlardan sonra feil gəlməlidir. Feil gəlməyibsə bu passive voice işləməyib. Deməli 1 ilə 4 doğru variant oldu burada. Hamısı da eyni var, eyni tipdə suallardır, yəni.
Hə. Burada bizdən cümlələri seçmək istəyir ki, hansı passive voice-dədir, hansı passive voice deyil. Yəni passive voice çevirmək olar, passive voice çevirməmək olmaz. Onu soruşur. Can be-dir. Çevirə bilərik. Hansını çevirə bilərik? Baxın, tamamlığı varsa çevirmək olar. Əgər zəri zəranla başlamayıbsa, çevirmək olar. Deməli, baxırıq. Burada hear the music. Music sözünü baxın, tamamlıqda əvvəl keçirmək olar. Bir düzdür. İkidə were happy. Burada baxın, biz dedik ki, nə dedik bayaqdan? Bizə fe'l lazımdır. Hərəkət lazımdır. Burada were happy xoşbəxt idi. Xoşbəxt idi sözü fe'l deyil. Bizə hərəkət lazımdır. Xoşbəxt sözü burada sifətdir. Kimlə çıxdıq? 3-də animal came close to us. Burada tamamlıq yoxdur yenə də. 4-də də ki, there are new experiments. 4-də tamamlıq var. 1, 4. Tamamlığımız var. Ona görə biz bu cümləni passive voice çevirə bilərik. Yadda saxlayın. Nəyi axtarırsınız deyin bir də. Tamamlığı axtarırsınız. Tamamlıq varsa passive voice çevirmək olar. İkincisi də ki, xəbərə baxırsınız. Əgər xəbər ismi xəbər deyilsə, fe'li xəbərdirsə, çevirmək olar. İsmi xəbərdirsə, çevirmək olmaz. Burada isə məsələn 2-də deyir ki, hansını çevirmək olmur da. 2-yə baxırıq. 2-də yəni çevirmək mümkün olmayanlar lazımdır bizə. The carpet work and quickly. Məsələn bu. Birincisi çevirmək olmur. Tamamlığı yoxdur. Biri götürdük. Sonra 2-yə baxırıq. Bunu çevirmək olur. Annual sözü tamamlıqdır. Roadda zamanı var. Çevirə bilirik. 3-ə baxırıq. 3-də when it's hot. Burada yenə ismi xəbər verilib. İsmi xəbər verildiyi üçün 3-ü də seçmək olmur. Yəni çevirmək olmur. 1, 3 olacaq. Çox ki, Y variantı olacaq. Variantımız. This is fixing. Baxın, davam edici zaman var. Care sözü var. Yəni tamamlığımız da var. Zamanımız da var. Özdə fe'li zamanda, fe'li xəbəri çevirə bilirik. 2, 4-ü çevirə bilirik, amma 1, 3-ü xeyr. Doğru variant 1, 3. Burada bitir. 15-ə baxaq. Bəs eləyər. Çünki bu tipdə bir sual 2025 9 Martda düşmüşdü. Deyir ki, hansı cümləni çevirmək olar deyir. Məsələn, 15-ci 15'te plus a few years. It took plus burada yer mənasında işlənir. Tamamlıq olmur. Kate has improved her pronunciation. Burada da ikini çevirmək olur. Has improved də has been-lə istifadə edə bilərik. Her pronunciation has been improved by Kate. Məsələn, çevirə bilərik. İkini götürə bilərik. 3-ə baxaq. Supposed separate in the darkness. Qaranlıqda deyir. Qaranlıqda yenə burada tamamlıq deyil. 3-ü də çıxdıq. 1, 3 çıxdıq. 4 qalacaq da yenə də. 4-ə baxaq. Doktor examination patterns. Ola bilər. Tamamlığımız da var. Xəbər də keçmiş zamandadır. Doğru variant 2, 4. Gördüyünüz kimi çətin bir şey yoxdur burada. Məsələn, sadəcə bir 31-ci suala da baxaq. 31-də isə deyir ki, hansını çevirmək olmaz. Deməli, baxırıq 1-ə. Will be. Be varsa zaten. Be varsa. Bu to be'nin formasıdır. İsmi xəbər kimi gedir. Biri seçirik. Biri çevirmək olmur. Biri seçdik. 1. 2-yə baxaq. Need towards the letter after reading at. Bu ola bilər. Seçə bilərik. Zaman da var. Tamamlıq da var. Yəni seçə bilərik yox. Çevirə bilərik. Bunu seçmirik. 3-ə baxaq. Walking after dinner is useful for health. Burada heç bizim hərəkətimiz yoxdur. 3-ü də çevirmək olmur. 1, 3. Sonra baxaq bəlkə dadını varmı? We have passed all our exam. Bunu çevirə bilirik, amma seçmirik. Bizə deyir ki, çevirməsi mümkün olmayan. Və have been friends. Bəli, have been isə burada bitmiş zaman. Yox. Bunu çevirmək olmur da.
Hə, 1000 var. 5-də seçdik. 1, 3, 5 doğru variant. Bunları çevirmək oldu. 1, 3, 5-i çevirə bilmirik biz. Doğru variant 1, 3, 5. Demək bugünlük bu qədər. Biz molafillərə də molafillər nə deyirsən çaşdım. Məchul növ, yəni ki, passiv voice tam formada baxdıq. Əvvəldən sona kimi nə varsa hamısı bu dərsdə izahlı şəkildə izah etdim. Testin üzərində tətbiq elədik. Göründüyü kimi testlər də o qədər çətin deyil. Sadəcə bir neçə məqam var ki, dediyim məqamlara baxırsınız. O məqamları biləndən sonra heç bir çətinliyiniz qalmır. Oldu. Görüşərik. Sağ olun.